Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, bizim xalqın dilində belə bir deyilim var. Allah kərimdir. Və insanlar nə zaman bu ifadəni söyləyirlər? Çətinliyə düşdükdə, sıxıntılara düşdükdə, əlacsız qaldıqda, ümidsiz olduqda deyirlər ki, Allah kərimdir. Demirlər, Allah ədalətlidir. Deyirlər ki, Allah kərimdir. Kərim nə deməkdir? Kərim, səxavətli olan deməkdir. Kərim, bol verən deməkdir. Kərim, verdiyini minnət etməyəndir. Əsirgəməyəndir. Qapıları bağlamayandır. Ona görə də bu ifadə Allah kərimdir sözü bizim xalqın dilindən düşmür. Hər zaman Allaha yönəlirlər, Allaha pənah aparırlar. Amma bəzən bu kəlmənin mahiyyətini unudurlar. Bu kəlmənin mənasını unudurlar. Allah Quran-ı Kərimdə buyurur ki, Yə əyyuhəl insən, ey insan, mə qarrakə bi rabbikəl kərim, səni kərim olan Rəbbinə qarşı nə aldatdı? Nə oldu ki, sən aldandın? Nə oldun ki, kərim olan Rəbbinə qarşı çıxdın? Yəni, bu ayədə Allah Azza və Cəllə bizi əzabla qorxuzmur. Bizi kərim adı ilə çağırır. Demir, ey günahkar, demir, ey asi, sadəcə soruşur. Səni kərim olan Rəbbinə qarşı aldadan nə oldu? Yəni, bu sual ittiham deyil. Allah bizi ittiham etmir. Bu sual qəzəb deyil. Allah bizə qəzəblənmir. Sadəcə Allah Azza və Cəllə bizim vicdanımızı oyatmaq istəyir. Yəni, bu ayə insanın vicdanına ilahi bir çağırışdır. Səni kərim olan Rəbbinə qarşı nə aldatdı? Bəs nə üçün insan kərim olan Rəbbinə qarşı çıxır? Çünki Allahın mərhəmətinə güvənir. Deyir, Allah rəhimdir, Allah mərhəmətlidir, Allah bağışlayandır, Allah kərimdir. Amma unudur ki, kərim olmaq hesabsızlıq demək deyil. Allah tövbəni sevir, amma günahda israrı sevmir. Ona görə insan düşünməlidir. Düşünməlidir ki, kərim olan Rəbbə qarşı çıxmaq olmaz. Çünki kərim olan Allah sənə daim neymətlər bəxş edir, səni bəsləyir, sənə ümid verir, səni çətinliklərdən çıxardır, səni qoruyur, səni hifz edir, səni ətalar eləyir. Bütün neymətlər sənə kərimdəndir. Kərim olan Allah sənə istədiklərini verir. Və insan bəzən kərim olan Rəbbinə qarşı çıxır. Ona görə də Allah buyurur ki, ey insan, axı sənin Rəbbin kərimdir. Nə oldu axı aldandın? Nə səbəbə aldandın, kərimə qarşı çıxdın? Çünki cəzanın gecikməsi bəzən İnsan zənn edir ki, Rəbbi ondan razıdır. Cəza gecikir deyə, Allah insanla kərim adı ilə müamilə edir deyə, ona dərhal cəza vermir deyə, insan elə zənn edir ki, Rəbbi ondan razıdır. İnsan deyir, günah edirəm, amma başıma heç nə gəlmir. Və içindən belə ifadə keçir, belə söz keçir ki, demək problem yoxdur, hər şey qaydasındadır. Halbuki Allah buyurur, numli ləhum, biz onlara möhlət veririk. Allah möhlət verir bizə. Yəni, gedişən cəza deyil, imtihandır. Ona görə insan daim özünə sual verməlidir. Axı, nə oldu? Kərim olan Rəbbimə qarşı mən çıxdım. Nə oldu axı? Mən kərimə qarşı üsyan elədim, kərimə asilik elədim. Çünki bəzən neymətlər insanı aldadır.
Allah ona verir sağlamlıq, mal, nüfuz, ailə, vaxt və s. nemətlər bəxş edir. İnsan düşünür, əgər Allah məndən razı olmasaydı, bunları mənə verməzdi. Halbuki Allah Azza və Cəllə Qaruna da nemətlər vermişdi. Qarun ən varlı insanlardan biriydi. Firon varlıydı. Nəmrud varlıydı. Və Allah nə qədər zalim insanlara, acımasız insanlara nemətlər bəxş eləyib. Yəni Allahın bir şəxsə nemət verməsi, onu dərhal cəzalandırmaması, bu o demək deyil ki, Allah ondan razıdır. Nemət razılıq göstəricisi deyil, nemət imtihan vasitəsidir. Və bəzən şeytan da insanı aldadır. Şeytan onu Allahın adı ilə aldadır. Şeytan demir, yəni Allah yoxdur. Yəni birbaşa insanı inkara yönətmir. Deyir, Allah bağışlayacaq. Allah rəhm eləyəcək səni. Yəni şeytan insanı təxirə salmağa sürükləyir. Sonra tövbə edərsən, hələ cavansan, vaxtın var və beləcə insan ölümü yaddan çıxardır. Həqiqətən də bizi kərim olan Rəbbimizə qarşı çıxardan bizim Allahı unutmağımızdır. Bizim qəflətdə olmağımızdır. Şeytandır, dünyadır və nəfsimizdir. Bizi kərim olan Rəbbə qarşı çıxardan bunlardır. Bu ayə demir, niyə asi oldun? Deyir, səni aldadan nə oldu? Yəni, ey insan, günah sənin fitrətin deyil. Asi olmaq sənin mahiyyətin deyil. Sadəcə sən aldandın. Allah sənə buyurur, sadəcə sən aldandın. Allah bu ayə ilə qapını bağlamır. Allah bu ayə ilə səni geri çağırır. Sənə geri dön deyir. Və buyurur ki, ey insan, səni kərim olan Rəbbinə qarşı çıxardan nə oldu?